Sürücü işi var yoldaşlar. Mən sizə belə deyim, son 48 saatın sürücü vakansiyalarından bəhs eləmək istəyirəm. Əlbəttə ki, digər günlərində vakansiyalar var. Onlar kanalda paylaşılıbdır. Diqqət eləsəniz görə bilərsiniz. Deməli, bunlardan biri kuryer işidir yoldaşlar. Bəli, kuryer işidir. Cins elektrikdədir. Bu sizə 22-50 yaşlı şəxslər üçündür. Orta təhsilli olmalısınız. Hərbi xidməti başa vurmuş bəy olmalısınız. Yəni, hərbi xidməti başa vurmamışsınızsa, bu işə müraciət eləməyin yoldaşlar. Və ikinci bir məqam bundan ibarətdir ki, şəxsi nəqliyyat vasitəsi olmalıdır. Varmı? Varsa, lap yaxşı. Amma bir dənə də şərtlər var. Növbəti bir şərtlər də bundan ibarətdir ki, minimum 1 illik iş təcrübəniz olmalıdır. Var? Varsa, nə gözəl. Deməli, nə iş görürsünüz yoldaşlar? Şirkətin sənəd dövriyyəsini təmin edirsiniz. Nərimanov rayonundadır. Yəni, 1200 manat civarında olan bir işdir. Arta bilən əmək haqqısı var. Xidməti müqavilə ilə işləyirsiniz, yəni əmək müqaviləsi ilə işləmirsiniz. Belə bir işdir, kuryer işidir. Sonra başqa bir sürücü işi də var. Məsələn, bu fərqli bir sahədir sürücülüyə aid. Dartsızı yük avtomobili sürücüsü işidir yoldaşlar. Bu da 1200 manat civarında olan bir işdir. 40-50 yaşlı şəxs olmalısınız, kişi xeylav olmalısınız. Minimum 4-5 illik iş təcrübəniz olmalıdır. C və Y kateqoriyanız olmalıdır yoldaşlar. Varsa belə bir özəllikləriniz müraciət eləməyi düşünə bilərsiniz. Növbəti bir sürücü işi, o da kuryerliklə əlaqəlidir yoldaşlar. Normalda mən bilirsiniz ki, kuryer işləri çox paylaşmıram, amma diqqət çəkən olan variantları olanda mən sizin üçün paylaşıram. Sürücü işləri qeyd edeyim ki, sürücü işləri ancaq bundan ibarət deyil. Mən sadəcə ən yüksək olan əmək haqqılı olanları sizin üçün seçib paylaşıram. Yoxsa belə 400-500, belə deyək 500, 600, 700 manatlıq sürücü işləri kifayət qədər var. Sürücü kuryer işi biri var yoldaşlar, burada da 1000 manata qədər qazana bilərsiniz. 25-50 yaşlı kişi xeylav olmalısınız. 20 yaşlı da olsanız problem deyil, müraciət edə bilərsiniz. Əsas məsələ heç olmasa 1 illik iş təcrübəniz olsun, ən azı. Və BC kateqoriyanız olsun yoldaşlar. Diqqətçil və məsuliyyətlisinizsə, belə bir işə də müraciət edə bilərsiniz. Bu işlərə də müraciət etməkdə yoldaşlar çətinlik çəkirsinizsə, ümumiyyətlə digər işlərlə də tanış olmaq istəyirsinizsə, sürücü işlərindən bağlı və yaxud da fərqli sahələr üzrə. Bir sözlə, iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı dəstəklər üçün əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olun, Toğrul Əzəvalı kanala. Kanala daxil olduqdan sonra orada diqqət eləsəniz, əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.